Diferensial yanaşma zamanı biz nələri nəzərə almalıyıq? Diferensial yanaşma zamanı Üç xüsusiyyəti nəzərə alırdıq, ha? Şagirdin potensialını nəzərə almalıyıq. Marağını, şagirdin marağı, şagirdin səviyyəsi və şagirddə öyrənmə tərzlərini nəzərə alırdıq. Öyrənmə tərzlərini unutmuşsunuz Ağca müəllimə? Hansı öyrənmə tərzlərimiz var idi? Bir saniyə müəllimə, yadıma salım, yox, unutmamışam. 4 öyrənmə tərzi var idi. Audial, Audial, vizual, kinestetik. Və oxuyub yazaraq. Bəli, oxuyub yazaraq öyrənmə tərzi. Müəllimə, sinif daxili konfliktləri necə həll edərik? Sinif daxili konfliktləri həll etməyin 3 xüsusiyyəti var. Sinif daxili iclaslar keçirmək, xüsusi müəllim peşəkarlığı, bir də yazılı olaraq ortaq dəyərlərin formalaşdırılması. Ay, sağ ol, doğrudur müəllimə. Bullying nədir müəllimə? Bullying güclülərin zəif üzərində davamlı olaraq təzyiqidir. Bullyingin hansı növlərini tanıyırsınız? Bullyingin müəllimə bir çox növləri var. Məsələn, fiziki bullying var. Daha sonra kibir. Kibir. Sonra sosial bullying, məqsədli bullying. Məqsədli bullying, bəli. Məqsədli, vasitəli, vasitəsiz. Doğrudur müəllimə. Formativin nəticəsini harda qeyd edirik müəllimə? Formativ haqqında ümumiyyətlə danışa bilərəm. Danışın. Deməli, formativ qiymətləndirmə məktəb daxili qiymətləndirmənin bir növüdür. Formativ qiymətləndirmə adekvat qiymətləndirmədir, çevik qiymətləndirmədir, geri dönüşü olan qiymətləndirmədir, şagirdin özünü qiymətləndirməsidir, yoldaş qiymətləndirməsidir, müəllimdən peşəkarlıq tələb edən qiymətləndirmədir. Formativ qiymətləndirmənin nəticəsi dinamik feillərlə rəy formasında şagirdin məktəbli kitabçasında qeyd olunur. Qeyri-rəsmi qiymətləndirmədir. Müəllimə, təlim nəticəsi necə olmalıdır? Təlim nəticəsi necə olmalıdır? Təlim nəticəsi smart olması yadınızda? Smart, bəli. Smart deməli anlaşıla bilən olmalıdır. Vaxt nəzərə alınmalı. Smartın birinci sı idi. Spesifik. Bəli, spesifik anlaşılan olmasıdır. Sonra m'sı measurable idi. Vaxt, daha doğrusu ölçülə bilən. Ölçülə bilən olması. Nə çox asan. Nə çox asan, nə çox çətin. Sonra r'sı real, əlimizdə olan vasitələr real olması idi. Real imkanlar. Real imkanlar, bir də vaxt, time. Vaxt nəzərə alınmalıdır. Ağca, elə uzağı bircə ay sənə möhlət verirəm. Bir aydan sonra heç elə bil ki, o kurikulumu mükəmməl öyrənən Ağca deyilsən. Get-gedə unudursunuz müəllimə. Elədir müəllimə, elədir. Valideynlə münasibəti necə yaradırsınız müəllimə? Valideynlə münasibətdə müəllimə, ümumiyyətlə valideynlə münasibət məktəb... O müəllim valideyn münasibətlərində nələr özəkdə dayanırdı müəllimə? Bəli, ilk olaraq müəllimə təşəbbüsü ələ alaram. Yəni həm də ki, valideynlə münasibət çox mühümdür də, yəni məktəb üçün çox mühümdür. Valideynlə münasibətdə təşəbbüsü ələ alaram, onu anladığımı göstərərəm. Daha sonra bir dəqiqə müəllimə. Belə